Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün maddənin aqdiqat halının dəyişməsi, ərmə və bərkimə mövzusunun tapşırıqlarının izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir sual var. Hər hansı metal külçəsinin ərmə və kristallaşma prosesini tətbiq etmək üçün o qızdırılır. Şəkildə metal külçəsinin ərmə prosesinin temperatur zaman qrafiki göstərilmişdir. Yəni, bax, buradakı qrafikdən söhbət edir. Nəzərə alın ki, qızdırının gücü sabitdir. Ətraf mühitlə istilik mübadiləsi yoxdur. A variantı bu şəkildə sual verir. Metal aşağıdakı zaman aralıqlarından hansı haldadır? Gəlin uşaqlar bir-bir analiz edək. 5-10 dəqiqə aralığında deyilir. Yəni 5-10 dəqiqə aralığında fikir versək, bax bu aralığa düşmüş olur. Və həmin aralıqda biz bilirik ki, həmin bu metal külçəsi bərk halındadır. Niyə görə? Bərk halında. Çünki bu zaman sərf olunan istilik miqdarı yalnız bərk külçə halında olan maddənin metalın qızmasına sərf olunur. Növbəti zaman aralığı 10 və 20 dəqiqə aralığıdır. 10 və 20 dəqiqə aralığına baxaq. Bax buradan. Həmin bu zaman aralığında isə fikir versək, gəlir bax bu hissəyə düşür. Bu hissədə isə artıq bərk maddə ərimə halına keçmişdir. Yəni bərk haldan maye halına keçir. Hələ tam olaraq keçməyib. Bərk haldan maye halına keçmə prosesidir. Yəni buna yazarıq ərimə prosesi. Ərimə prosesi. 25 və 30 dəqiqə aralığında bizdən soruşur. 25 və 30 dəqiqə aralığı bax bu hissəyə düşür. Bu hissədə isə yenə də maddə artıq ərintinin qızması prosesidir. Ərintinin də qızması həmin bu aralığa düşür. Yazaq bura ərintinin qızması. B variantına baxaq. Bu hansı metaldır? Hansı metaldan söhbət getdiyini, bax, qrafikdən göründüyü kimi, həmin bu verilən metalın ərimə temperaturu 230 selsidir. Fikir verin. Hər birini silək buradan. Fikir versəz, ərimə prosesini götürək. Ərimə prosesini müəyyənləşdirmək üçün, bax, buradan bir düz xətt müəyyənləşdiririk. Təqribən 200 ilə 250 arasındadır. 230 götürək təqribən. Həmin bu 230 selsi dərəcədə əriyən maddə qrafikdən götürsək, görərik ki, bu qalaydır. Demək ki, həmin bu metal qalay imiş. Gecə indi öyrəndiklərinizi yoxlayın hissəsinə. Şəkildə maddənin su, buz və buz-su halı ərimə və bərkimə prosesində temperatur zaman qrafiki təsvir olunmuşdur. A variantında belə bir sual var. Maddənin halları qrafikin hansı nöqtəsinə uyğundur? Maddənin hallarından söhbət gedirsə, gəlin bir-bir yazaq. Qrafikin hansı nöqtəsinə uyğun gəlir? Deməli, birinci və 6-cıya baxaq uşaqlar. Əvvəlcə gəlin yaxşı bir-bir aparaq. Burada birinci hala baxsaq, birincidə fikir verin, 0 selsiyadan aşağıdadır. 0 selsiyadan aşağıdadırsa, demək ki, birinci olan nöqtədə buz halındadır. Biri yazarıq buz. Bir də eyni temperatur 6-cı nöqtədə var. Demək ki, 6 və 1 də buz halındadır. Buradan səliqə ilə yazsaq, 1 və 6 buz. Sonra yenə baxaq. Burada ərimə prosesi var. Ərimə prosesində fikir versək, 2 və 5 nöqtələri uyğun gəlir. Həmin o 2-5 nöqtələrinə də ərimə prosesi daha, yəni buz artıq suya çevrilir.
Buz ve su halı ikisi birgə müşahidə olunacaq. Daha sonra isə əriyən artıq buzun qızmasıdır. Yəni suyun qızması. Suyun qızması isə 3 halına uyğun gəlir. Qızmış suyun soyuması isə 4 halına uyğun gəlir. 3 və 4-də isə su. Birini də izah edək. Qrafikin A, B, C, D, E, F və H nöqtələrində maddənin hansı agregat halı uyğundur? Əslində bunu yenə də biraz əvvəl analiz etdik sizinlə. A halı, yaxşı, hər birini silək. A halına baxaq. A halında bərk halındadır. A-ya yazaq, bərk. B halında isə bərk haldan maye hala keçir. Yəni bərk maye, bərkdən maye. Yəni bərk və maye ikisi birgə. C halına baxaq. C halında isə tamamilə artıq buz halı əriyib mayeye çevrilmiş olub. C olacaq maye. D nöqtəsində tamamilə ümumiyyətlə mayedir. Y nöqtəsində yenə də maye halındadır. Amma burada artıq maye halından yavaş-yavaş soyuyacaq axı. Ona görə buz halına çevrilmiş olacaq. Yəni bərkə çevrilmiş olacaq. F nöqtəsində mayədən bərkə çevrilir. Buna yaza bilərik də, yəni son nöqtəni dediyinə görə bir bərk götürə bilərik. Bərk və yenə də H nöqtəsində bərk. Bərk. Burada F nöqtəsi maye və bərk adlandıra bilərsiniz. Amma son nöqtəni göstərdiyinə görə buna bərk deyə bilərik. Belə uşaqları bu şəkildə sizinlə bütün tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz.